Hər kəs salam. Deməli, bu günləri bizim Fuad qardaşımız 6 ay stasiyaları bitirib, keçir ambulatoriyaya və xahiş elədim ki, valideynlər öz gördüyü, yəni fikirləri, təəssüratları bizə bağışlasınlar. Buyur anam. Çox sağ olun, çox təşəkkür edirəm Əkbər müəllim. Yaxşı ki, varsınız. Sizin sayənizdə mənim evladım 3-cü dəfə həyata qayıtdı. 2-ci dəfə demişdim, yəni müharibə dövründə, müharibə vəziyyətində olanda, yəni mən 2-ci dəfə onda evladımı, necə deyərlər, bağrıma basdım. Bir də bugün mənim evladım mənim üçün 3-cü dəfə dünyaya gəldi. Yeni bir səhifə ilə. Yəni buna görə də mən Əkbər müəllimə öz minnətdarlığımı bildirirəm. Və bütün bu bəlaya düçar olan bütün analara, atalara, yaxınlara, hansı bir ailədə belə bir xəstəliyə düçar olmuş uşaqlar varsa, 2.50 əminliklə mən deyirəm ki, 12 addım reabilitasiya mərkəzinə müraciət eləsinlər. Mən burada çox rahatam və oğlumu, necə deyərlər, valla inanın ürəyimdə o qədər sözlər var ki, bəlkə də fikrimi tam çatdıra bilmirəm, hamısı həyəcandandır. Çox minnətdaram, çox təşəkkür edirəm, var olun. Allah hamıdan razı olsun. Çox sağ olun. Bizim üçün də bu cürdə dualar, gözəl sözlər həqiqətən də bizə güc verir, bizə qənət verir ki, biz bu işi yenə davam eləyək, təslim olmayaq. Bildiyimiz kimi bu iş ağır işdir, ağır prosesdir. Ona görə bu dualar, bu sözlər bizim üçün vacibdir. Mən də sizə minnətdaram ki, siz razısınız. Çox sağ olun.